Əslində onlar o gün tamamilə təslim və müntə olacaqlar. Onlardan bir qismi digərlərini üst tutar, bir-birindən soruşarlar. Zəiflədilmiş və aldanılmışlar öz batil və zalım rəhbərlərinə deyərlər, xeyir və yaxşılıq adı altında bizim yanımızda gələn sizlər idiniz. Onlar deyərlər, xeyr, əslində siz özünüz iman əhli deyildiniz. Bizim sizin üzərinizdə heç bir hökmranlığımız yox idi. Əslində siz özünüz tuğyankar bir dəstə idiniz. Beləliklə, bizim barəmizdə Rəbbimizin sözü və vədi həyata keçdi. Biz mütləq cəhənnəm əzabını dadacağıq. Biz sizi azdırmış olsaq belə sizin öz ixtiyarınızla azdırdıq. Əlbəttə, biz özümüz də azmış idik. Şübhəsiz, onlar o gün tabi olanlar və rəhbərləri əzabda şərikdirlər.